Avropa futbolu bir xəbərlə çalxalanır. Qarabağın möhtəşəm qapıçısı Mateusz Kochalski qış transfer pəncərəsinin ən böyük bombusuna çevrilib. Almanya nəhəngi Borussia Dortmund Polşalı divarı almaq üçün rəsmi hərəkətə keçib. Baku.vs'nin məlumatına görə Dortmundun baş məşqçisi Niko Kovac Napoli oyununda Kochalskinin göstərdiyi dəhşət performansdan sonra rəhbərliyə təcili hesabat verib və bir cümlə deyib, bu qapıçı dərhal alınmalıdır. Dortmund indi qışda Kochalski ilə müqavilə imzalamağa hazırlaşır. Amma bir məsələ var. Qarabağ onu ucuz buraxmır. Ağdam klubu qiymətin alt həddini 7 milyon avro olaraq elan edib və bundan aşağı danışıq belə olmayacaq. Məsələnin daha da dramatik tərəfi, Qarabağ Çempionlar Liqasının play-offuna çıxsa, transfer dərhal dayandırılacaq. Komanda Çeyli də yoluna davam edərsə, Kochalski mövsümün sonuna qədər komandada saxlanacaq. Bu arada Dortmundda böyük qapıçı çevrilişi başlayır. 40 milyon avroluq əsas golkiper Kobel yayda klubdan ayrılmağa hazırlaşır və Dortmund rəhbərliyi onun yerini Kochalski ilə doldurmaq istəyir. Yəni Polşalı golkiper Almanya nəhəngində birbaşa əsas heyət namizədidir. Bütün bunlar o deməkdir ki, Mateusz Kochalski qış transfer pəncərəsinin nömrə 1 sensasiyasıdır. Avropanın gözü indi Bakıda, Qarabağın qərarında və Dortmundun masaya qoyacağı son rəqəmdədir. Sizcə, Qarabağ Kochalskini buraxmalıdır, yoxsa bu transferi tamamilə bloklamalıdır?